Hər vaxtınız xeyir olsun, əziz 9-cu sinif şagirdlər və bizi izləyən digər izləyicilər. Bugün 20 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin 9-cu siniflər üçün keçirdiyi buraxılış imtahanı riyaziyyat suallarını sizlərə izah etməyə çalışacağım. Başlayırıq birinci sualdan, riyaziyyatın birinci sualı. Sualı oxuyuram. Deməli, sual bu cürdür. Deyir, 1, 7, 9, 5, 3 və 6 rəqəmlərindən hər rəqəmdən bir dəfə istifadə etməklə düzələn ən böyük və ən kiçik 6 rəqəmli ədədlərin fərqini tapın. Hər rəqəmdən bir dəfə istifadə etməklə ən böyük 6 rəqəmi yazmalıyıq. Bu zaman biz rəqəmləri azalan sırada düzməliyik. 9, 7, 6, 5, 3, 1. Yəni 976.531 ədədi ən böyük ədəd oldu. Bu rəqəmlərdən düzəltməklə aldığımız ən böyük ədəd 976.531-dir. Ən kiçik ədədi düzəltmək üçün də kiçikdən böyüyə doğru rəqəmləri düzməliyik. 1, 3, 5, 6, 7, 9. Yəni 135.679. Bizimlə bu ədədlərin fərqini soruşur. Fərqini tapan uşaqlar. Deməli, 11-dən 9 çıxsaq 2, burada 2 qaldı. 2-dən 7 çıxmaq olmur, bir onluq veririk. 12-dən 7 çıxsaq 5, 4 qaldı burada. 4-dən 6 çıxmaq olmur. 14-dən 6 çıxsaq 8, burada 0, 4, 8. Cavab 840.852, yəni cavab A variantı. Növbəti suala baxırıq. Növbəti sualda deyir ki, irrasional ədədlərdən hansı 3/1-dən kiçikdir uşaqlar? 3/1-dən kiçik olan cavab lazımdır bizdə. 3/1-i də biz kök altında 9'da 1 şəklində yaza bilərik. İndi bu cavablara baxırıq uşaqlar. Bax, burada yazaq 1 bölək kök altında 9'dan kiçik olsun. Biz bilirik ki, sürətləri bərabər olan kəsirlərdən məxrəci böyük olan kəsir kiçikdir. Ona görə 1 bölək kök altında 9'dan kiçik olan varianta uyğun gəlir C variantı. Yəni 1 bölək kök altında 15. Cavab C variantı. Üçüncü suala baxırıq. Deməli, kök altında 0,25 vuraq 16 vuraq 0,36. Rahat sualdır. Kvadrat köklər bölməsinə aid olan bir sualdır. 0,125-dən 0,5 çıxar. 16'dan 4, 0,136-dan 0,6 çıxar. 0,5'i 4'ə vursaq eləyər. Cavab 2. 2 də 0,6'ya vursaq 1,2. Yəni cavab A variantı. 60-cı suala baxırıq. Yəni riyaziyyatın 4-cü sualdır. İstənilən boş olmayan A, B və C çoxluqları üçün münasibətlərdən hansı doğru deyil? Yəni bunların heç biri boş çoxluq deyil və istənilən çoxluq ola bilər. Birincidə deyir ki, A ilə A-nın kəsişməsi A-ya bərabərdir. Bəli, doğrudur bu. Çünki iki eyni çoxluğun kəsişməsi ilə həmin çoxluğa bərabərdir. İkinci, yəni bu A variantı idi. İndi B variantını yoxlayırıq. B variantında A çoxluğu kəsişir. B kəsişir C. Bərabərdir deyir. A kəsişir B, kəsişir C. Bir şey yadda saxlamaq lazımdır ki, uşaqlar. Kəsişmə əslində, kəsişməni siz vurma kimi başa düşə bilərsiniz. Birləşməni isə toplama kimi başa düşə bilərsiniz. Onda biz kəsişmələrin yerinə vurma kimi yazsaq, deməli, onda bu cür olur. Görək, bu da doğrudurmu? Bəli, vurmanın qruplaşdırma xassiyəsinə görə biz əvvəlcə A ilə B-ni vurub, sonra C-yə vura bilərik. Yəni, B variantı da doğrudur. C variantına baxalım. C variantında A alt çoxluqdur deyir. A və B-nin birləşməsindən. Bəli, uşaqlar, A çoxluğu özü ilə digər çoxluğun birləşməsinin alt çoxluğuna bərabərdir. Yəni, bu da doğrudur. D variantına baxalım. A birləşir A və B-nin kəsişməsinə bərabərdir deyir A-ya. Biz burada A-ya özümüz üçün
1 və 2 rəqəmlərini verək. Çünki bizə deyib ki, A və B çoxluğu istənilən bir çoxluq ola bilər. Mən də B-yə 1 və 3 verirəm. İndi görək doğrudurmu? Deyir, A-la, baxın, birinci A-la B-nin kəsişməsini tapaq. A-la B-nin kəsişməsini tapsaq, ortaq olanlar götürülür də. Ortaq olanlar da burada 1-dir. Yenidən A ilə biz bu ifadəni birləşdirək. Baxın, A ilə A-da nə var? 1 və 2-dir də. Biz bu ilə birləşdirsək, 1-i birləşdirsək, elə yenidən yenə 1-2-yi verər ki, 1-2 də elə A-nın özü deməkdir. Yəni, belə çıxır ki, A ilə birləşsə, A və B-nin kəsişməsi A-ya bərabərdir. Bəli, doğrudur. Onda yanlış olan E variantı olacaq. Baxaq görək. Deməli, B alt çoxluq deyir, B ilə C-nin kəsişməsi. Təbii ki, bu yanlışdır. Yenə özümüzdən ədəd götürək. Məsələn, B çoxluğuna 1 və 2 götürək. C çoxluğuna isə məsələn 2 və 3 götürək. Bizdə B ilə C-nin kəsişməsindən gedir söhbət. B ilə C-yi kəsirsək, orta olanlar 2-yi götürdük. 2 olur. Bizə deyir, indi B, yəni bu ifadə B ilə C-nin kəsişməsinin alt çoxluğudur. Xeyr, əslində əksinə B ilə C-nin kəsişməsi B-nin alt çoxluğu olsa doğru olardı. Yəni, cavab E variantıdır. Yəni, E variantı doğru deyil. Növbəti suala baxırıq. Kubun tilini 1 vayt artırsaq, onun həcmi 19 vayt artar. Biz bilirik ki, kubun həcmi A kubudur. İkinci kubun tili isə deyir 1 vayt artır. 1 vayt artırsaq, onda kubun həcmi olar A üstələk 1-in kub olar. İndi deyir, həcm 19 vayt artdı. Yəni, V2 V1-dən 19 vahid çoxdur. Yəni, A üstələk 1-in kubu A kubundan 19 vahid böyükdür. Tənliyimiz bax bu cür olur. Deməli, iki ifadə cəminin kubuna görə biz müxtəsər vurmaq üçün tətbiq etsək, birincinin kubu, birincinin kvadratı ikincinin hasilinin 3 misli, üstəlik ikincinin kvadratı ilə birincinin hasilinin 3 misli, üstəlik ikincinin kubu bərabərdir A kubu, üstəlik 19. A kublar islah olsa, 3A kvadratı, üstəlik 3A, 19-u bərabərinin sol tərəfinə keçirsək eləyər mənfi 19, üstəlik 1 gəlsək mənfi 18 bərabər 0. Hər tərəfi 3-ə bölüb biz bu kvadrat tənliyi, çevrilmiş kvadrat tənliyi gətirə bilərik. Viet teoreminə görə tənliyin köklərinin hasili sərbəst həddə, tənliyin köklərinin cəmi isə əks işarə ilə götürmüş ikinci həddə əmsalına, yəni mənfi 1-ə bərabərdir. Buradan da baxa bilərik ki, bizim tənliyin kökləri mənfi 3 və müsbət 2-dir. Həqiqətən də mənfi 3 2-yə vursaq mənfi 6 eləyər, toplasaq da mənfi 1 eləyər. Bizə də kubun tili natural ədəd, yaxud da mənfi olmayan ədəd olmalıdır. Önce biz mənfi 3 götürmürük, 2 götürürük. Kubun tilini tapın. Kubun tili oldu 2. Yəni B variantı. Növbəti suala baxırıq. Daxili bucaqların cəmi 1800 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Qabarıq çoxbucaqlının daxili bucaqlarının cəmi düsturu 180 dərəcə vuraq, en çıxaq 2 düsturlar hesablandığına görə biz bu düsturu 1800-ə bərabər götürərik. En çıxaq 2 bərabər 1800 180-ə bölsək 10 eləyər. Enə dalarıq 12. Deməli, qabarıq çoxbucaqlının 12 tərəfi var. Yəni, cavab D variantı. 63-cü suala baxırıq. Velosipedçi 24 km saat sürətlə gedərək müəyyən məsafəni 1,5 saata qət edir. Yəni 24 km böl saat hərəkət etsə, bu sürətlə hərəkət etsə 1,5 saata qət eləyər. Velosipedçi həmin yolu 18 km saat sürətlə hərəkət edərsə, neçə saata geriyə qayıdar? Biz bilirik ki, sürət və saat zaman tərs asır. Çünki sürət artdıqca zaman azalacaqdır. Ona görə də biz bu cür tənlikləri, tənasübləri həll edərsən, qarşı-qarşıya vurmalıyıq. 18 vuraq x bərabər 24 vuraq 1,5. Buradan da x-i tapsaq, 24 vurulmuş. 1,5-i də biz 2-də 3 şəklində yaza bilərik. 18 də məxrəcə düşür. Bərabərdir. 24 ilə 2 xısa getsə 12. Sürət elədi 36. 18-də də bölsək, cavab 2 saata. Yəni,
E variantı olar cavab. Növbəti suala baxırıq. A-nın hansı qiymətində 3A üstəgəl 9 ifadəsinin qiyməti 4A çıxaq 18 ifadəsinin qiymətindən 3 dəfə böyük olar. 3 dəfə. Baxın, təmlik bu şəkildə oldu. 3A üstəgəl 9 bərabərdir 12A çıxaq 54. 3A çıxaq 12A, yəni dəyişənləri bərabərliyin sol tərəfinə, ədədlər isə sağ tərəfinə keçiririk. Mənfi 9A bərabərdir mənfi 63-ə, aya dalarıq müsbət 7. Yəni mənfi 63-ü mənfi 9-a bölsək müsbət 7 ilə cavab E variantı. Növbəti suala baxırıq. Bu da rahat sualdır. Deməli, onun kvadratı çıxaq 8-in kvadratı məxrəcdə 18 bərabərdir. Biz sürəti kvadratlar fərqi kimi yazsaq, onları bir dəfə çıxar, bir dəfə toplayarıq. Məxrəc isə olduğu kimi. Sürət elədi 2 vuraq 18 bölək 18. 18-ləri ixtisar aparsaq cavab eləyər 2. Yəni E variantı. İndi baxırıq növbəti suala. Görək burada nədən gedir söhbət. Dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faiz ifadəsi göstərilmişdir. Televiktoriyada iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisəsinin baş vermə ehtimalı ən böyükdür? Bəli. Şöyle baxalım. Birinci iqtisadiyyat gəlir. İqtisadiyyat fakültəsində 14%'dir. Sonra riyaziyyat fakültəsində riyaziyyat fakültəsi dairəyə baxırıq ki, qara olan isə yəni 21%'dir. Sonra təbiət elmləri gəlir. Təbiət də baxırıq ki, 39%'dir. Sosial elmlər isə 26%'dir. Təsadüfən bunlardan birini seçdikdə hansının ehtimalı daha yüksəkdir? Təbii ki, faizi yüksək olan, yəni təbiət elmlər fakültəsinin tələbəsi seçilmişdir. Cavab C variantı olur. Növbəti suala baxırıq. İfadəni sadələşdirin. Bəli, 0,36'yı biz adi kəsir şəklində də yaza bilərik. Yəni %36 şəklində yaza bilərik. Vuraq. A üstü mənfi 5, B üstü 6, C üstü müsbət 3 vuraq. 2,9'daki düzgün olmayan kəsirə çevirmək üçün 2'yi 9'a vurar 18. Sürəti də üzərinə gəlsə 20. A üstü 4, B üstü mənfi 4, C üstü mənfi 5 şəklində yazdıq. Əvvəlcə biz əmsalları vurarıq. 100 ilə 20 ixtisar aparsaq 5 qalar. 36 ilə 9 ixtisar aparsaq 36'da 4 dəfə. Yəni 5'də 4. İndi baxalım. A üstü mənfi 5'i A üstü müsbət 4'ə vursaq, əsasları eyni olan qüvvətləri vurduqda əsas olduğu kimi qalır. Qüvvət üstləri toplanır. Yəni A üstü mənfi 1 eləyir. Çünki mənfi 5'in üstə müsbət 4 gəlsək mənfi 1 eləyir. B-ləri vursaq, B üstü 6'yı B üstü mənfi 4'ə vursaq, B üstü müsbət 2 eləyər. C üstü 3'ü C üstü mənfi 5'ə vursaq, C üstü mənfi 2 eləyər. Cavab oldu 5'də 4, A üstü mənfi 1, B üstü 2, C üstü mənfi 2. Yəni D variantı. Növbəti sualımıza baxırıq. Radiusu 7,5 olan dairənin diametrini tapın. 7,5 radiusdursa, onda diametr eləyər 7,5'i vurarıq 2'yə. 15. Çünki bir diametr 2 radiusa bərabərdir. Cavab C variantı. Növbəti sualımıza baxırıq. Sual x çıxaq 4'ün kvadratı üstəgələk y kvadratı bərabərdir 52. Çevrənin o y oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapırıq. İstənilən bir funksiya olsun, düz xətt olsun, yaxud da çevrənin tənliyi olsun. Y oxu ilə kəsişmə nöqtəsi deyirsə, o zaman x-a 0 veririk biz. Çünki x onda 0 olur. Çünki y-in üzərində x-in koordinatı 0 olur. X-in yerinə 0 yazsaq, onda nə alarıq? Deməli, x-in yerinə 0 yazsaq, mənfi 4'ün kvadratı 16, üstə ilə y kvadratı bərabərdir 52'yə.
Buradan da y kvadratı bərabərdir. 52-dən 16 çıxsa 36. Y1 aldıq 6, y2 aldıq -6. Deməli, onda y2 kəsdiyi nöqtə. Biz dedik axı x0-dir. x0, y2 6 və x0, y2 -6. İki nöqtədə kəsdi. Həmin nöqtənin koordinatları 0,6 və 0-6-dır. Yəni cavab B variantıdır. Növbəti suala baxırıq. 70-ci sualdır. Deməli, sual bu cürdür. 4x kvadratı çıxaq 3x bərabərdir 0 tənliyini həll edin. Natamam kvadrat tənlikdir. Biz bu cür tənlikləri həll etmək üçün x-i mörtəzə xaricına çıxardırıq. Bərabərdir 0-a. x1 bərabərdir 0-a. Bir də 4x çıxaq 3 bərabərdir 0. 4x bərabərdir 3-ə. X-ə da aldıq. 3-ü 4-ə bölərik. 4-də 3. Cavab 0 və 4-də 3. Yəni cavab C variantı. Növbəti suala baxırıq. Sürətdə A məxrəcdə x üstələk A çıxaq, sürətdə A məxrəcdə x çıxaq A. Bizdən bu ifadəni sadələşdirmək soruşulur. Bunlara ortaq məxrəc gətirərik. Ortaq məxrəc həmin ifadələrin, məxrəclərin hasilidir. Deməli, onda biz birinci kəsirin sürətini x çıxaq A-ya vurmalıyıq. İkinci kəsirin məxrəcini isə, sürətini isə x üstələk A-ya vurmalıyıq. Onda birbaşa yazsaq, A-yı x-a vursaq A-x, A-nı A-ya vursaq -A kvadratı, -a'yı x-a vursaq -A-x, -a'yı müsbət A-ya vursaq -A kvadratı bərabərdir. Məxrəc kvadratlar fərqidir. Yəni x kvadratı çıxaq A kvadratı, sürətdə A-x'lar islah oldu, -2A kvadratı. Biz də burada uşaqlar mənfiyi istəsək, məxrəcə verə bilərik. Mənfiyi necə veririk məxrəcə? Yəni, bax, bu şəkildə məxrəcə verə bilərik. Bu zaman mörtəzənin içərisindəki ifadələr işarəsini dəyişər. Müsbət A kvadratı çıxaq -x kvadratı. Yəni, bu şəkildə olur. Cavab A variantı. Növbəti suala baxırıq. Bərabərsizlər bölməsinə aid olan bir test tapşırıq. Yəni, bərabərsizlər bölməsinə aid olan bir misaldır. Ən kiçik tam həllini soruşur. Xətti bərabərsizdir. Biz hər tərəfini müsbət 8-ə vurub bu ifadəni kəsirdən azad edə bilərik. 8-ə vursaq, 8 ilə 2x-a gedə 4 qalar. 4-ü 3x-a vursaq 12x çıxaq. 8-i 4-ə vursaq x-a gedər 8-dən 2 qalar. 2-yi də 3-ə vursaq 6 kiçikdir. 8-i eyni zamanda bərabərliyin sağ tərəfinə də vururuq. Eləyər 32x çıxaq 40. X-ları bərabərsizliyin sol tərəfinə keçirəyin, ədədləri isə sağ tərəfinə keçirəyin. Bu zaman işarələr dəyişə bilirik. -20x kiçikdir. -34-dən. Hər tərəfi mənfiyə vurduqda biz bilirik ki, bərabərçi işarəsini kiçik idisə də böyüyə doğru dəyişdi. X da böyükdür 1,7-dən. O 420 bölündü 1,7 elədi. Cavab oldu 1,7-dən müsbət sonsuzluğa. Bizə də ən kiçik tam həll soruşur. 1,7-dən sonra bu bərabərsizliyi ödəyən tam ədədlər 2-dir, 3-dür, 4-dür və s. Ən kiçiyini soruşunca cavab 2. 73-cü suala baxalım. Sualı oxuyalım. Mətbəədəki rəngli və ağ-qara çap olunan bir vərəqin çap qiyməti cədvələ verilmişdir. Mətbəədəki rəngli və ağ-qara çap olunan bir vərəqin çap qiyməti cədvələ verilmişdir. Çapın növü deməli, cədvələ baxırıq. Rəngli hissə ağ-qara var. Demək, rəngli var, ağ-qara var. Bir vərəqin çap qiyməti 1-dən 1500 vərəq olduqda 0,6 qəpik rəngli hissədir, rəngli vərəqdir. 0,35 qəpikdə, yəni manat, yəni 35 qəpikdə ağ-qaranın qiymətidir. 1500-dən çox vərəq olduqda isə rəngli çaplara görürsünüz endirim edilir. Yəni 45 qəpik. Ağ-qaraya da yəni 5 qəpikdə oradan endirim edilir. 3 qəpiyə, yəni 30 qəpikdə budur. İndi davam edirik. Enir bu mətbəədə 5də 1-i ağ-qara, 5də 1-i ağ-qara, qalanı isə rəngli çap olunmaqla
Cəmi 4000 vərəq çap etdirdi. Buna görə o mətbəyə neçə manat ödəməlidir? Deməli uşaqlar, cəmi 4000 vərəq çap edilməlidir. Bunun deyir 5də 1-i ağ-qara. Deməli vurduq 5də 1-ə. 5də 1-ə vursaq ixtisar gedər eləyər 800. 800 ağ-qara. Deməli 800'ü baxırıq ki 1 və 1500 vərəq arasında intervalına daxildir. Deməli biz burada ağ-qaranı 0,35 qəpik ilə hesablamalıyıq. 800'ü vurmalıyıq. Yəni 0,35'ə. Əvvəlcə deməli vergülə fikir etmədən biz bunları vursaq, ümumiyyətlə bu 2 0 bunun vergülünü sağa çəkər. Ona görə 8 ilə 35'ə vursaq cavabı ala bilərik. 8 dəfə 5 40, 8 dəfə 3 24, 28. Bəli, elədi uşaqlar 280 manat. Növbəti hissəyə baxaq. Deməli biz cəmi dedik ki 4000 vərəq idi də, 4000 vərəq idi. 4000 vərəqin 800'ünü dedik ki ağ-qara, onda qalan rəngli çap olunmaqla, qalanı rəngli çap olunmaqla. Deməli 4000-dən də çıxmalıyıq biz 800'ü. Eləyər 3200'ü də rəngli olacaqdır. Rəngli. İndi baxın rəngli. Rəngliyə baxın uşaqlar. Rəngli 0,6 manat və 0,45 manatdır. Deməli 3200'ə baxaq hansı intervala düşür? 3200-1500'dən çox olduğuna görə deməli biz bunu 0,45'dən hesablamalıyıq. 3200'ü də vuraq 0,45'ə. Deməli biz 3200'ü vursaq 0,45'ə cavab eləyər 1440 manat. Bizə deyir ki, buna görə o mətbəyə neçə manat ödəməlidir? 280 manatla da 1400'ü toplayaq. 1440 ilə 280'i toplasaq deməli 0, 12, 1 yadda 6, 7, 1720 manat. Bəli, baxın, növbəti suala baxın. Təliklər sisteminə uyğun olan rahat bir sualdır. 2x çıxaq y bərabərdir 9, x bölək y bərabərdir 12. Bizdən x vur y xassini soruşur. Cəbri toplama üsulundan istifadə edərək daha rahat həll etmək olar bu sualı. 2x-dən x-i toplayaq 3x bərabərdir. Bu da y-lə islah olar. 9-dan da 12 toplasaq eləyər cavab 21. Buradan x-i tapsaq 21'i də 3'ə bölsək 7. İndi aparıb ikinci tənlikdə x-in yerinə 7 yazsaq y-i tapa bilərik. Y də bərabərdir 12 çıxaq 7. Y aldıq 5. Bizdən də x vur y xassini soruşur. 5'i də 7'yə vursaq cavab eləyər 35. Növbəti suala baxırıq. Avtobusda 30 nəfər sərnişin var idi. Deməli 30 nəfər avtobusda sərnişin var idi. Birinci dayanıqda 7 nəfər sərnişin düşdü. Deməli 30 çıxaq 7. Və deyir 7 nəfər sərnişin düşdü 9'u mindi. 7'si düşdü 9'u mindi. Bu birinci oldu. Sonra gör nə deyir. Sonra ikinci dayanacaqda 14 nəfər düşdü yenidən 14'ü. İsmi terziyə ehtiyac yoxdur burada. Yenidən 14'ü düşdü 4'ü mindi. Avtobusda ikinci dayanacaqda sonra neçə nəfər sərnişin oldu? Deyir nə qədər sərnişin qaldı da? Bərabər. Bunu da hesablamaq lazımdır. Deməli 30'dan 7 çıxsaq 23. 23'ün üzərinə 9 gəlsək 32. 32'dən də bu ikisi də mənfi 10 elə. 32'dən də 10 çıxsaq 22. Cavab 22 oldu. Növbəti suala baxalım. Deməli bu 75 idi. 76'ya baxırıq. Deməli sualı bir dənə şəkili mən yenidən sərgi olaraq çəkim. Deməli bura A, D, E, S, B. Nə deyir? A, B və C, D parçaları E nöqtəsində yarıya bölünür. Bir dənə oxuyaq yenidən. A, B və C, D. A, B və C, D
burada yarıya bölünür. Deməli mən biraz şəkil sərgət çəkmişəm. Bunu biraz uzadaq ki yarıya bölündüyü heç olmasa görünsün. Bəli, CB. Deməli AB də yarıya bölünür. CD də yarıya bölünürlər E nöqtəsində. Nə deyir? Deyir BE-nin ED-yə, bir an oxuyaq. BY-nin ED-yə və AD-yə nisbəti 6, 4, 9'dur. Yəni BY 6x, ED 4x, AD 9x'tir. Aha. Bizə sonra nə deyir? Deyir ki, ADY üçbucağının perimetri, yəni perimetr üçbucaq ADY 38 olarsa CB-ni tapın. Bizdən buranı soruşur. Hə, baxın, deməli bizdə Y bilir ki, YS-yə bərabərdir. Əgər DY 4x-sə, onda YS də 4x-dir. Eyni zamanda EB 6x-sə də AY də 6x-dir. Bizdən bir də dedik ki, ADY-nin perimetri 38-dir. Yəni buranın perimetri 38-dir. Tənliyi qursaq, perimetr üçbucağın tərəflərinin cəmi deməkdir. 6x ilə 4x eləyər 10x, 9x gəlsə 10, 9x bərabərdir 38-ə, x aldıq 2. X-a 2 aldıqsa da aparıb yerinə qoysaq, bizdən nəyə soruşur? Bizdən hələ CB-ni soruşur. Deməli, burada x-in yerinə 2 yazsaq, bura 18, 2 yazsaq, bura 12, burada 12 eləyər, bura 8, burada 8 eləyər. Bizdən soruşur CB-ni, yəni Y-i soruşur. Bizdən fikir versəniz uşaqlar, burada ADY üçbucağıyla CYB üçbucağı konkret üçbucaqlardır. Nəyə görə? Çünki bu üçbucağın bir bucaqları bərabərdir. Fikir verin, qarşı bucaqlar. Və onlarda bitişik iki tərəf də bərabər olarsa, onda bu üçbucaqlar konkret üçbucaqlar adlanır. Buna deyirlər TBT əlaməti. Tərəf, bucaq tərəf. Yəni bir bucaq, baxın bir bucaq bərabərdir və ona iki bucaq tərəflər də bərabərdir. Onda bu üçbucaqlar konkretdir. Deməli, AD 18 isə də CB də 18 olur. Növbəti suala baxırıq. 77-ci suala baxırıq uşaqlar. Bu arada uşaqlar bir dənə zəhmət olmasa videomuzu bəyənin, paylaşım eləyin. Abunə olmayanlar da abunə olsunlar. Zəhmət olmasa kanalımıza dəstək olmağı unutmayaq. Başlayalım 77-ci suala baxırıq. A, B, C, YF. Nə deyir? Deyir ki, AF, YF AC-yə paraleldir. Aha. EF-in FC-yə nisbəti, bir dənə yaxşı düşmür bura. Hə, EF ilə deyir. EF ilə FC hər ikisi 3-dür. Bunlara 3 yazdıq. AC 9 olarsa BF deyir tapın. Aha. Biz burada bir dənə 3'ü buradan yazım. Oxşar üçbucaqlardır. Burada əgər YF ilə AC paraleldirsə, onda E bucağı ilə A bucağı bərabərdir. Uyğun bucaqları kimi baxsaq, E ilə də, yəni F ilə də C bərabərdir. Beta da hər ikisində var, yəni gamma da hər ikisində var. Onda belə çıxdı ki, 3 bucaq E, B, F oxşardır 3 bucaq A, B, C. Onda oxşarlıq nisbətlərinə görə götürsək, kiçik bucaqda qammanın qabağındakı 3-ün böyük bucaqda qammanın qabağındakı 9-a nisbəti bərabərdir. Alfanın qabağındakı x-in böyük bucaqda alfanın qarşısındakı x plus 3-ə. Buradan da tənasüb kimi çarpaz vura bilərik. Əvvəlcə ixtisar aparaq. Deməli, onda 3x bərabərdir x üstəlik 3. 2x bərabərdir 3-ə. X aldıq 1,5. Deməli, biz x aldıq 1,5. Bizdən də elə BF-i soruşuruz. Cavab 1,5. Növbəti suallarımız deməli, həll tələb olunan suallardır.
Nə deyir? 78-81-ci saylı tapşırıqları cavab vərəqlərində cavablandırın. Yəni ətraflı cavab tələb olunur. Onu da qeyd edək ki, bu suallar daha yüksək bal verirlər. Baxın, bir ədədin 25%, digər ədədin 50%-nə bərabərdir. Bu ədədlərin fərqi 60 olarsa, ədədlərin cəmini tapın. Məsələni tənlər sistemi qurmaqla həll edin. Tənlər sistemi qurmaq lazımdır. Birinci, ikinci yazıram. Birinci ədədə mən A yazıram, ikinciyə B yazıram. Nə deyilindi? Bir ədədin 25%, A-nın 25%, yəni A vuraq 25 bölək 100 bərabərdir. Digərinin 50%, yəni B-nin 50%, B vuraq 50 bölək 100. Sistemin birinci tənliyi bu oldu. Davamlı oxuyaq. Bu ədədlərin fərqi 60-dır. Bu ədədlərin fərqi 60-dır. Deməli uşaqlar, burada A-la da B-nin fərqi 60-dır. Sistem tənliyimiz bax bizim bu oldu. Deməli, mən burada sürət və məxrəci, yəni hər iki kəsinin məxrəcindəki yüzləri ixtira bilərəm. Nə aldım burada? 25-ə bərabərdir 50B-yə. Hər tərəfdə 25-ə ixtira aparsaq, A-ya aldım 2B. Burada da A çıxaq B-yə də aldıq 60. İndi burada ikinci tənlikdə A-nın yerinə 2B yazsaq, 2B çıx B bərabərdir 60. B aldıq elə 60. B elə 60 imiş. Onda burada yerinə yazsaq, deməli A-ya nə alarıq? 2-yi də 60-a vursaq 120. Deməli cavab oldu 120 və 60. Bizdən nə deyir? Bu ədədlərin cəmini tapın. 120 və 60-ı da toplasaq 180 eləyər. Növbəti suala baxırıq. Bir dənə mən bu cədvəl, yəni bu qrafiki çəkeyim yenə. Deməli, şəkili çəkdik uşaqlar. Nə deyir görək burada? Deməli, 150 buradır. Buradan da bir dənə xətt gedir. Xərclənən pul, qalan pul, günlərin sayı. Burada bilməm, bir də xətt varmı? Mən bunu tam görə bilmirəm. Yəqin ki, var imiş. Aha. Burada 15 var. 15-ci gün. Burada manatdır. Manat. Yəni pullar. Məsəli bir dənə oxuyaq əvvəlcə. Məsəli bu cür oxuyaq. Elnur hər gün eyni miqdarda pul xərcləyir. Hər gün eyni miqdarda. Elnurun pulunun və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər? Deməli. Deməli uşaqlar, Elnurun 150 manat pulu var. Baxın. 150 manat Elnurun pulu var. 150 manat. Hər gün eyni qədər xərcləyir. Eyni qədər miqdarda pul xərcləyir. Yəni xərcləyir yazıram. Baxın, xərcləyir X manat. Aha. İndi deməli, bir də neçə gün? Günə də tutaq ki, uşaqlar yazaq Y gün. Deməli, bu Y günə nə qədər pul xərcləyir? Y günə X vur Y manat xərcləyir. Düzdür? Onda Elnurun pulu nə qədər qalar? 150 çıxaq. Bir də burada uşaqlar, fikir verirsinizmi? Günlərin sayı 15. 15-də bərabər olublar. Yəni, xərclədiyi pulla qaldığı pul bərabər olubdur. Ona görə mən istəsəm burada Y-in yerinə 15 gün də yaza bilərəm. 15 gün. Onda 15 günə Elnur 15x pul xərcləyib. Pul xərcləyib. Düzdür? İndi Elnurun qaldığı pulla, baxın, qalan pulu və xərclədiyi pul 15-ci gündə bərabər olubdur. Yəni, Elnur 15-ci gündə 150 manatdan 15x-ini xərcləyibdiyinə görə 150 çıxı 15x qədər pulu qaldı. Bəs nə qədər xərcləyib? Xərclədiyinə də baxın. Xərclədiyi də 15x-dir da. Bunlar bir bərabər oldular. Qrafikə baxın, bərabər oldular. Onda 150 bərabərdir 30x-ə. X aldıq. Deməli, 5 gün. 5 gün. Bəli, yox, üzr istəyirəm, 5 gün yox, 5 manat. 5 manat. Hər gün 5 manat xərcləyilmiş.
Çünki biz burada xərclənən pulu manatla x-la götürək manatı. Deməli onda 5 manat hər günə xərcləyirmiş. 150 manat pulu var. 150 manatı hər gün 5 manat xərcləsə bu nə qədər neçə gün bitər? Deməli onda 150-yi bölərik ilə 5-ə. Neçə eləyər o da? 30. 30 günə bitər. 80-ci suala baxaq. Növbəti suala baxırıq. Şəkili birdən çəkəyin. Çünki burada işləmək daha rahat olar, yəqin ki. Deməli, D1, bura A, C, D2, B, 50 dərəcə. A bucağı 100 dərəcə. D1 D2-yə paraleldir. Bəli, D1 D2-yə paraleldir. Bizə bucaq C-ni soruşur. Biz paralel deyirsə də, əvvəlcə bu düz xətti uzadağım. Bu şəkildə. Bunu da belə uzadaq. Belə uzada bilərik. Bu da belə. İndi görürük ki, baxın, burada D2-də D1 və D2 paralel iki düz xətt. Buna da tutaq ki, bir dənə A düz xəttdir. A düz xəttsə bunlar kəsir. Deməli, burada bir daxili çarpaz bucaqlar əmələ gəldi. Bura 100-dürsə, burada 100. Onda qonşu bucaqların xasiyyətinə görə 180-dən 100 çıxsaq 80. Onda bizdən C bucağını soruşduğuna görə bizdən bu hissəni soruşur. Bax, bu hissəni soruşur. Üç bucağın bir xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabər olduğuna görə eləyər 130. Yaxud da belə də tapa bilərsiniz. 180 əvvəlcə bu ikisinin cəmini çıxarıq 50 eləyər. Bura 50 eləyər. 180-dən 50 çıxsaq yenə 130 eləyər. Yəni cavab 130. Sonuncu suala baxırıq. Aha, görək nə deyir? Tərəfi 8 olan ABCD kvadratında S1-in S2-yə nisbəti 9-un 1-ədir. Yəni, bax, burada S1, bax, bu hissədir. Bax, bura. S1. S2 də, bax, buradır. Hə, buranın nisbəti deyir bir-birinə 1-in 9-adır. Yəni, buranın S1-in sahəsi S-dirsə, buranın sahəsi olaraq 9S. Tərəfi də 8-dir. Kvadratın ümumiyyətlə tərəfi 8-dir. Bax, ümumi tərəf 8-dir uşaqlar. İndi baxın. Biz bilirik ki, burada ümumiyyətlə S1-in S2-yə nisbəti, yəni mən bura bir A yazım, bura bir B yazım. Əgər S1-in S2-yə nisbəti 1/9-dursa, onda tərəflərin nisbəti 1/3 olur. Çünki oxşarlığa görə S1-in S2-yə nisbəti A1/A2-nin kvadratı olur. Ona görə də 9'da 1 bərabərdir A1/A2-nin kvadratı yazsaq və hər tərəfdən kvadrat kök alsaq A1 A2'ları 3'də 1. Yəni onda buranın bu hissə K'dırsa, yəni misal üçün X'dırsa tərəf, onda bura 3X'dir. Biz də baxsaq buranın bu hissə bərabərdir. Düz bucaqlıdır. Onda burada 3X yaza bilərik. Düzdür? Bizə deyir, tərəfi ümumi böyük kvadratın tərəfi deyir 8-dir. Yəni, x-lə 3x-in cəmi 8-dir. 4x alarıq 8. Onda x aldıq 2. Bizdən nə soruşur? Bizdən S2-ni soruşur. Deməli, biz x-in yenə 2 yazsaq, bax, bura oldu. Alır onda 6 olar. Sonra, bura olar 2. Bura olar 6. Bəli, bura 6, bura 2. Baxın uşaqlar, böyük kvadrata fikir versəniz görək ki, AC kvadratın diagonalıdır. AC kvadratın diagonalı isə biz bilirik kvadratın diagonalı həm də tənböləndir. Deməli, bax, bura 45-45. Onda baxıram ki, bura düz bucaqdır axı. Bura 45-dirsə, onda bura da 45. Onda nə tərəfdir? Onda beləsi ki, bu düz bucaqlı uçsaq, bərabər yan düz bucaqlı uçsaqdır. Bura 6-dırsa, bura da 6-dır. Bizdən də S2-nin sayəsini soruşur. S2-nin sayəsi də düz bucaqlı uçsağın sayəsi nə bərabərdir? Kayt dərhasının yarısı. Yəni 2'də 1 vuraq, 6 vuraq 6. O da eləyər 18. Bəli, cavab oldu 18. Bu qədər çox maraqlı suallar idi. Hər birinizə uğurlar, əziz şagirdlər. Zəhmət olmasa, bəyəndinizsə də bir dənə kanala abunə də olun. Videoda çalışdığı qədər paylaşın ki, digər yoldaşlarınız da bizim bu videodan istifadə edə bilsin. Çox sağ olun. Növbəti
videolarda görüşənə dək.